Salam əziz dostlar. Bugün istərdim ki, sizə Quran-ı Kərimdə olan möcüzə qavramına aid ayələri oxuyum. Görək Quran-ı Kərimdə möcüzə anlayışı nə cür təsvir olunubdur. Onlar ona Rəbbindən bir möcüzə endirməli deyildimi dedilər. Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz. 6-cı surə 37-ci ayə. Allaha ürəkdən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs möcüzə gəlsə belə yenə də iman gətirməyəcəklərini bilmirsinizmi? 6-cı surə 109-cu ayə. Əgər diləsəydik onlara göydən bir möcüzə endirərdik. Onlar da ona boyun əyərdilər. 26-cı surə 4-cü ayə. Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib bu davam edən bir sehirdir deyərlər. 54-2-ci ayə. Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar. 37-14-cü ayə. Onlar Rəbbindən ona